Necə bioloji ritmlər var bədənin, məsələn, yatma vaxtı var, aktivlik vaxtı var, yuxunun fazaları var və s. və s. Bunlar hamısı sünnətullahlardır da, Allahın qanunlarıdır. Allahın qanunları, fiziki aləmin qanunları var, fizioloji aləmin qanunları var, anatomiyanın içində olan öz qanunları var, psixoloji sahənin öz bir qanunları var, mənəviyyatında bir qanunları var, insanşünaslığında öz qanunları var. Bu baxımdan yanaşsa, Rəcəb ayı aktiv bir mənəviyyat fazasıdır. Böyük fürsətlər var, böyük imkan, həmişə bu fürsətlər var, həmişə bu imkanlar var. Amma Rəcəb ayında bu xüsusi böyük bir fürsət var. Fürsət var ki, dayanaq, axının ardınca getməyək, həvai nəfsimizin köləsi olmayaq, cürbəcür stereotiplərin, cürbəcür manipulyasiyaların, cürbəcür vəsvəsələrin, lənətli şeytana xüsusən vəsvəsələrinin asılsına və qurbanına çevrilməyək. Əsilliyimizə, kimliyimizə, öz mahiyyətimizə, öz varlığımıza, öz həqiqi tutumumuza dönək.